Salam əziz izləyicilərimiz və dəyərli şagirdlərimiz, kanalımıza xoş gəlmisiniz. Bu gün biz sizinlə tək və cəm isimlərə nəzər yetirəcəyik. Gəlin baxaq görək tək isimlər nəyə deyilir. Tək isimlər isimlərin, yəni varlıq adlarının tək halda, şəkilsiz formada işlənməsi deməkdir. Yəni gül, şar, kitab, ev, pişik bunlar tək isimlərdir. Çünki bir varlıqdan söhbət gedir, bir əşyadan söhbət gedir. Cəm forma nəyə deyilir? Həmin bu sözlərin tərkibinə lar, lər cəm şəkilçisi artırmaqla düzəlir. Lar, lər şəkilçisi qrammatik şəkilçisidir. Yəni sözün formasının dəyişən şəkilçisidir və həmin bu şəkilçiyə çoxluq bildirən şəkilçi də deyilir. İki cür yazılan şəkilçidir. Məsələn, gül təkdədir, güllər cəmdədir. Yəni çoxluq bildirir. Bu o deməkdir ki, güllər çoxdur. Kitab, bir kitabdan söhbət gedir. Kitablar dedikdə isə çoxlu kitablardan söhbət gedir. Əziz şagirdlərimiz, lar, lər şəkilçisi 4 formada tələffüz olunur. Rar formasında, məsələn, narlar yazılır, amma tələffüz forması olur narrar. Qızlar yazılır, qızdar formasında tələffüz olunur. Odunlar yazılır, odunlar şəklində tələffüz olunur. Adamlar yazılır və adamlar şəklində tələffüz olunur. Bəzi isimlər var ki, həmin bu isimlər cəm şəkilçisi qəbul etmədən də cəmlik bildirir. Həmin bu isimlərə toplu isimlər deyilir. Məsələn, el, xalq, millət, əhali, camaat, ordu, qoşun, naxır, sürü, ilxı, qrup, kollektiv, həmin bu sözlər toplu isimlərdir. Camaat, əhali sözləri heç bir zaman lar, lər şəkilçisini qəbul etmir, amma digər topluluq bildirən isimlər bəzi vaxtlar cəm şəkilçisi qəbul edə bilər. Bugünkü dərsimiz isimlərin tək və cəm forması idi. Növbəti videolarımızda görüşmək üzrə. Sağ olun, salamat qalın.